Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Deməli, sizlə 9 mart 2025-ci il buraxılış imtahanının izahını verəcəyik. Qrammatika və reading. Deməli, 7-ci sualda mübtəda xəbər uzlaşmasının qaydasıdır. Yəni, cavablarda həm have, həm has, həm cəm, həm tək xəbər varsa, deməli, agreement mövzusu mübtəda xəbər uzlaşmasının qaydasıdır və mübtəda nöqtədən əvvəldə axtarılır. Qaydalarımızdan biri budur ki, əndi birləşmənin xəbəri həmişə cəm olur, cavab olacaq. A variantı ola bilər, testlərin üzərindəki cavablar səhv olsun. Yenə də doğru cavabları mən özüm qeyd edəcəm. 8-ci sualda pluraldan cəm isimləri istəyir. C variantında women kökündən cəmlənir. Trousers isə cəmdir. A variantında army food ikisi də təkdir. Y variantında knowledge təkdir. D variantında step və ya progress onu qoşa istəyən bitənlər təkdir. Bakı variantında da, B variantında da person təkdir. C variantı doğru cavabdır. 9-cu sualda deməli as sifətin dərəcələridir. Cavablarda məlum ki, sifətin dərəcələrini istəyir bizdən. Deməli, as bizdən adi dərəcəni istəyir. Adi dərəcədə yalnız Y variantındadır. Digər variantları müqayisə, üstünlük və ya belə deyək, yanlış formada verməyə çalışıb. 10-cu sualda deməli interrogative sentence sual cümləsinin qaydasıdır. Sual cümləsində köməkçi fe'l mübtəda xəbər ardıcılığı olmalıdır. Məsələn, burada sual sözü sonra köməkçi fe'l mübtəda xəbər gəlir. Məsələn, bu xətt seçdiyim yerə qədər bütün variantlarda how many pieces of furniture bu sual sözüdür. Buradan sonra, yəni bu xəttdən sonra köməkçi fe'l mübtəda xəbər gəlməlidir. 4-cü bənddə they bought, yəni mübtəda xəbər gəlib, köməkçi yoxdur əvvəlində. 3-cüdə də ki, təbii ki, they cümlədə adlı hallar həmişə mübtəda olur. Mübtədadan əvvələ xəbər keçə bilməz. Köməkçi fe'l keçə bilər. Məsələn, birinci düzdür. Did they buy, köməkçi fe'l mübtəda xəbər. Bir də ikinci bənddə were bought təkcə xəbərdir. Bir yerdə were bought xəbərdir. Bu da ola bilər. Niyə? Çünki biz deyirik ki, normalda sual cümləsinin qaydası sual sözü köməkçi fe'l mübtəda xəbər ardıcılığıdır. Amma bəzən who, what və ya isim qoşmalı olan sual sözləri, məsələn, pieces of furniture var burada. İsim qoşmalı olan sual sözlərindən sonra da xəbər gələ bilər. Deməli, cavab olacaq 1 və 2. 11-ci sual cavablardan bəllidir ki, tərcümə bağlayıcılardır. Məsələn, today the weather is fine. Bugün hava yaxşıdır. The students are going for a walk. Tələbələr gedəcək gəzməyə. Bugün hava yaxşıdır. Ona görə də tələbələr gedəcək gəzməyə. Cavab B variantı. So, ona görə də. 12-ci sualda deməli, ənddən sonra gələn yeni cümlədə biz mübtəda veririk. Xəbərimizə baxırıq ki, xəbərimiz were cəmdir. Vanın xəbəri tək olur. Everydən sonra of gəlməz. İçin xəbəri tək olur. No-dan sonra of gəlməz. Cavab qalır boz. C variantı. 13-cü sualda cavablarda bir fe'li müxtəlif formaları speak, speaks, to speak kimi formalar veriləndə kompleks object, mürəkkəb tamamlıq mövzusudur. Burada 3-cü qrup fe'l, yəni bizim normal dediyimiz fe'l, expect var. Expect fe'lindən sonra gələn deməli fe'l to ilə işlənməlidir. Çünki expect, let, make, hear, watch kimi fe'llər arasında yoxdur. Expectdən sonra to gələcək. Cavab Y variantı. 14-cü sualda modal fe'ldir. Modal fe'ldə bilirik ki, məsələn, D variantında having to'su olmalıdır. Ondan sonra B variantında hasn't to, haven't to, hadn't to deyilən şey yoxdur. A-da da hasn't to'su olmalıdır. Qalır C və Y variantı. C-də də ible'ın to'su yoxdur. Cavab qalır Y. Həmçinin tərcümə ilə as his English is excellent. Onun ingiliscesi əla olduğuna görə o yaxşı iş tapacaq. Tapa biləcək. Cavab Y variantı. 15-ci suala baxırıq. Deməli, 15-ci sualda proud of, afraid of bərkidilmiş ifadədir. Proud of, afraid of sözünün mövzusunda adətən ya bərkidilmiş ifadələr düşür, ya da tərcümə. Proudla da of işlənir, afraid of. Bəli, bunlar bərkidilmiş ifadələrdir. 16-cı sualda donate, iyanə vermək, yəni bəxşiş vermək, kiməsə nəsə yardım eləməkdir. B bəndi olacaq donate-lə. Give something, especially money to people in need. Ehtiyacı olan insanlara pul, xüsusilə pul olaraq nəsə vermək. Value qiymətləndirməkdir. C bəndi. To think that, fikirləşmək ki, somebody or something is important, kimsə vacibdir, yəni ona dəyər verirsən. Defend də müdafiə eləməkdə protect. Cavab olacaq 1B, 2C, C variantı. 17-ci sualda sual cümləsi verilib ki, biz bunu passivə keçirməliyik. Əvvəla passivin xırda qeydləri var ki, passivdə zamanı dəyişmək olmaz. A variantını bəri başdan atırıq. Ondan sonra passivin xırda qeydlərindən biri odur ki, is been, yəni is been deyilən şey yoxdur. Əmizar was verdən sonra been gəlməz. Qalır B, C, Y variantı.
B və C variantına baxıram ki, biri is, biri are. Deməli, burada mən mübtəda görə uzlaşdırma eləməliyəm. Mübtədan vanilla ice creamdir. Bu təkdir. Tək olduğuna görə ar verə bilmərəm. Qalır B ilə Y variantı. Və sual cümləsinin qaydasına görə yuxarıda da dedik, köməkçi feil mübtəda xəbər olmalıdır. Köməkçi feil təbii ki isdir. Mübtəda vanilla ice cream, xəbərdəki made. Amma Y variantında köməkçi feil mübtəda xəbər ardıcıllığı yoxdur. Cavab B variantı. 18-ci sualda ikinci tərəfi boş saxlasaq zaten Y variantı olur cavab. Çünki bypass, bydan sonra nəqliyyat vasitəsi gələndə artikel olmaz. Birinci səhvdə də go to school bərkilmiş ifadədir, yəni məktəbə getmək mənasındadır. Deməli, 19-cu sualda baxırıq ki, nöqtədən sonra sayılan cəm isim gəlib. Little maçı atırıq ki, bunlardan sonra sayılmayan təkkələr qalır A, B, Y variantı. B ilə Y variantı ikisi də eyni şeydir təbii ki. Məntiqlə düşünürük ki, bir variant seçməliyiksə B, Y yox, A variantını seçərik. A lot of-dan sonra sayılmayan tək isim də gələr, sayılan cəm isim də gələr. Ona görə problemi yoxdur a lot of-un və tərcümə ilə deyir ki, my first day at work was not very good. Mənim ilk günüm işdə yaxşı olmadı. Mən deyir, çox səhv etdim. Təbii ki, few az mənasındadır. Ona görə cavab a lot of. 20-ci sualda next Sunday, next-dir, tomorrow-dur, soon-dur. Bunlar gələcək zamana işarədir. Gələcək zamanda dedikdə ağla will shall əsasən gəlir və to be going to cavab Y variantı. 21-də make-up sentence adətən imtahanlarda, buraxılış imtahanında make-up sentence rahat olur. Yəni bu baxımdan ki, mübtəda xəbər ardıcıllığı, təbii ki, ingiliscə cümlə birinci mübtəda, sonra xəbər olaraq başlayır. Mübtəda xəbər ardıcıllığını yerinə yetirərkən cavab ortaya çıxır və ya tamamlıq, mübtəda xəbər tamamlıq. Məsələn, burada mübtəda adətən Z artiklinin olan məlum bir isim olur. Yəni mübtəda olacaq the boys. Xəbərdəki bir dənə xəbərimiz var, onsuz da have been playing. Oğlanlar oynayırlar tennis. Nəyi oynayırlar? Tennisi. Yəni 4-5-1 mübtəda xəbər tamamlığı. Düzəltdikdə cavab onsuz da çıxır. The boys have been playing tennis at the stadium. Sonra məkan zərfini veririk. Sonra zaman zərfini. Yəni ardıcıllıq yəni budur. Cavab olacaq A variantı. 20-ci suala baxırıq. 20-ci sualda nida cümləsi. Nida cümləsinin bəli öz ana qaydası budur ki, whatdan sonra isim gəlməlidir. How-dan sonra isim gəlməməlidir. Məsələn, 3-cü cümlədə how-la başlayan cümlədə places isim verilib. Amma yenə də birinci harda xəbər qabağa keçir. Məsələn, are they. They are olmalıdır. Xəbər qabağa keçibsə bu nida cümləsi yanlışdır. 3-ü və 5-i buna görə atırıq əvvəla. Is it yox, it is olmalıdır. Qalır burada 1, 2, 4. 1 ilə 2 arasındakı fərqə, 1-də də təbii ki, are yox, they are olmalıdır. Ona görə qalır cavab 2 və 4 C variantı. 2 və 4 C variantı, bəli. Readingin suallarını birinci açıq suallarından başlayacağım. Readingin açıq suallarında deməli maintain sözünün sinonimini istəyir bizdən. Birinci paragrafdan. Birinci paragrafda maintain sözünün sinonimi preserved. Sözlərimizdə də var, söz kitabçamızda, lüğətimizdə preserve, conserve, maintain, protect, save. Bunlar hamısı qorumaq mənasındadır. Təbii ki, cavaba yazdıqda preserved yox, to preserve. Bu formada yazmalıyıq. To preserve. D hərfini yəni silib preserve yazılışı ilə əvvəlində də to ilə yazılmalıdır. Əsas odur ki, şəkilçi ed atılsın, yoxsa yarı bal olaraq qiymətləndirilir. 28-də deməli definitionlarda həmişə deyirik ki, definition to ilə başlayıbsa bu hissədə to ilə feil veririk, article ilə başlayıbsa isim veririk və ya ing və ya ed ilə başlayarkən sifət veririk. Burada dedik ki, being only, olan, yeganə, biri, of its kind, öz növünün yeganə, yalnız biri olan. Deməli, bu məna verir ki, unique, nadir, xüsusi. 3-cü paragrafda bu, deməli, unique burada var. Unique, nadir, xüsusi mənasındadır. Cavabı unique olacaq. 28-ci sualda verilən bu cümlə during the reign of kings, deməli, damal. Burada deməli, biz baxırıq ki, həmin cümlə mətndə bu altından xətt çəkilən hissədə verilib. Biz bu altından xətt çəkdiyim, bax bu hissəni deməli, iki söz dəyişərək köçürmə. Xətt səhv getdi. İki söz dəyişərək köçürməliyik. Bu iki söz dəyişimində məsələn main, primary olar. Main əsas, major, major yazılan, major, primary əsas mənasında bunlar ola bilər. Main, primary source of entertainment, əyləncədir, ona amusement də, əylənmə də verə bilərik. Entertainment, amusement verə bilərik. Burada deməli biz rulers yerinə, hakimlər yerinə governors, leaders verə bilərik. İki söz dəyişimi də belə.
Qaldı ki, deməli suallarımızdan qapalı suallar. Mətin nə haqqındadır? Mətin başlanğıcı oxuyuruq ki, Damal deyir is a traditional dance performed by Sidi community. Sidi icması tərəfindən Gujarat, Indiyada yerinə yetirilən bir ənənəvi rəqsdir və the ancestors əcdadları Sidi insanların gəlir Afrikadan çox əsrlər əvvəl. Baxmayaraq ki, onlar mənimsəyiblər dili və Hindistanın çoxlu ənənələrini. Onların bəzi Afrika adətləri hələ də qorunub saxlanılır. Bu birinci paragrafın tərcüməsi idi. Ümumiyyətlə buradan başa düşürük ki, mətin sırf bu damal rəqsindən gedəcək. Ona görə də birinci 24-cü sualda mətin haqqındadır B variantı. Ənənəvi rəqs Hindistan insanları tərəfindən. 25-ci sualda Sidi insanları deyir ki, Sidi insanları. Orada elə birinci paragrafın axırında oxuduğumuz have kept. Burada deyir ki, baxmayaraq ki, deyir also, baxmayaraq ki, onlar deyir mənimsədilər dili və ənənələrini Hindistanın. Some of deyir, bəzi Afrika ənənələri have also been preserved, qorunub saxlanılırdı. Ona görə burada da o birisi digər variantlara çox izah eləməyəcəm niyə səhv olduğunu, vaxt darlığına görə. Ona görə burada bir cavabımız olacaq bizim C variantı 25-də. 23-cü sualda mətin nə haqqındadır deyir. A variantındadır ki, clothing. Dancer dark. Paltarları deyir qara idi, amma burada deyir ki, deməli paltarları colorful, rəngli paltarlar geyinirdi. B variantında ki, Damal deyir performance sunrise, günəş deyir qalxımında, yəni gün çıxarkən bu rəqs yerinə yetirilir, amma burada belə bir cümlə var ki, deməli deməli bu hissədə belə bir cümlə. Damal can also perform it in moonlight. Ay işığında deyir, həmçinin deyir, yerinə yetirilir bu rəqs. Ona görə burada cavabımız bizim olacaq C variantı. C variantı hardadır? 3-cü paragrafın əvvəlində deyir ki, people dance to music which is a mixture, qarışığıdır Afrika ritmlərinin və Hindistan ənənəvi musiqisinin. Yəni burada C variantındadır ki, Damal combine birləşdirir Afrika və Hindistan musiqi ənənələrini. C variantı. 26-cı sualdadır ki, what the farmers? Fermerlər do edir when, nə zaman ki onların məhsulları deyir, hazır onda neynirlər olar? Deməli, ikinci paragrafın axırında burada qeyd olunub ki, daha doğrusu ikinci paragraf olan hissədə qeyd olunub ki, burada fermerlər deyir, nə vaxt ki onların deməli, məhsulları hazır olur, onların məhsulları hazır olur yığmağa, they bend down, onlar deyir, bend down, əyilirlər sahədə, make a half circle, yarı dairə şəklində məhsulların ətrafında yaradırlar yarı dairə və təşəkkür edirlər Allaha məhsulları üçün əldə etdiyi. Deməli, buna görə burada baxacaq ki, cavabımız 1 və olacaq burada cavabımız 4. Allaha ibadət edirlər və bend down əyilirlər yarı halqa dairəsində. 24 olacaq B variantı. Bu qədər.